Ömrümdə ilk dəfədir ki, istintaq altında olan adamı döymək istəyirəm. Sizi məmnuniyyətlə əzişdirərdim. Qəribə adamsınız. Mən o adamlarla müəyyən şərtlər əsasında işləmişim. Deməli, o şərtləri yerinə getirməliyəm. Sonraki peşmançılığın nə faydası? İndi desəm, belə çıxacaq ki, qorxduğum üçün onları satmışam. Mənimsə qorxaqlardan, satqınlardan xoşum gəlmir. Ona görə də məni bağışlayın, üzr istəyirəm. Niyə məndən üzr istəyirsiniz? Güya mən sizi hərbi sirr açmağa, yaxud silah yoldaşlarınıza ələ vermək üçün dilə tuturam. Nə fərqi var? Onlar sizin üçün cinayətkardır, mənim üçün yoldaş. Əcəb yoldaşdılar, əllərindən qabıdan çıxırlar ki, sizi tezliklə qazamaqda salsınlar. Mən buna inanmıram. Nəyə, milyona? Yox, məni qazamaqda salmaq istədiklərlə. Bəs sənin kimi namuslu adamı kim fırıldaqçı eləyib? Kim fəlakətə sürükləyib? Buna da inanmırsan? Onlar dost yox, nadir üstlər, əşraf adamdılar. Buna da inanmırsan? Olmaya, buna da inanmırsan? Bu nədir? Sizin işinizə foto illüstrasiyalardır. Nə illüstrasiya? Bu ki, mənim arvadımdır. Təəssüf ki, elədi. Mən onları sizə göstərmək istəmirdim. Yox. Yox. Ola bilməz. Onlar heç bir-birlərini tanımırdılar. Görüşdüyünü boynuna alınır. O kişini isə sorğu-suala tutmağa əsas yoxdur. Yox. Siz də ki onu cani dildən müdafiə edin. Ola bilməz. Yalandır. Yox. Fotomontajdır bu! Təəssüf ki, bu fotoların hamısı həqiqidir. Şəkillər hardan sizdə? Bəlkə də aralarında heç bir şey yoxdur, ancaq onun əlindən nə desən gələr. Sən özün də yaxşı bilirsən ki, bu tip hansı yuvanın quşudur. Üstəlik deyirsən ki, onlar tanış deyirlər.